Bir axşam Nicat Cəmiyyətində 1812-ci il tamaşası göstərilirdi və mən, yəni Abbas Mircə Şərifzadə, bu tamaşada Barclay Toller rolunu oynayırdım və mən bilirdim ki, tamaşa böyük müvəffəqiyyətlə gedir. Yəni mən bilirdim ki, rolum çox gözəl alınıb. Buna görə atamı da tamaşaya apardım və tamaşaçılar arasında otuzdurdum. Mən istəyirdim ki, atam mənim bu cür müvəffəqiyyətimi öz gözlərindən görsün. Yəni mən özümü atamın yanında təsdiq etmək istəyirdim. Tamaşadan sonra atamdan tamaşa haqqında soruşanda atam izzət nəfsi tapdanmış halda sustu və ta evə gələnə qədər bir kəlmə söz demədi. Ancaq evdə az qala ağlaya-ağlaya mənə dedi ki, səhnəni tərk etmə, bir də bu sənətə getmə. Səbəbini soruşanda kişi mənə izah elədi ki, sən demə tamaşanın zirvə anlarında, tamaşaçılar mənim oyunumdan vəcdə gələn anlarında, yəni o andakı alqış səsləri bürüyürdü bütün zalı. Onda mənim obrazıma baxıb vəcdən deyirlərmiş ki, bu köpək oğlu nə yamandır, bu köpək oğlu nə eləyir, vay sənin atavacan. Və atam da bundan qeyzlənirmiş və mənə dedi ki, sən mənə bu səhnədən söyüş qazanırsan. Bu xatirə Abbas Mircə Şərifzadənin də. Siz mənim çox yaralı yerimə toxunursunuz. Mən həmişə yaxşı mənada qıptı ilə baxıram ki, belə bütün şərq aləminin dahisi Hüseyn Cavid, Əhməd Cavad, Müşfiq, hamısının haqqında danışırsınız. Amma artistlərə gələndə bilmirəm, niyə həmişə pis tayfanı dalda qoyursunuz? Abbas Mirzə çox qəribə varlıqdır. Mənim xoşbaxtlığım da ondadır ki, teatra çox tez gəlmişəm. Anaplıdan, Cahangir Zeynalovdan, Ərəblinskadan sonra mən hamını görmüşəm. Nuhu gəmisində görmüşəm. Mənə çox maraqlı idi ki, bu dahi iki dahi aktyor. Artıq onun haqqında müəyyən fikriniz var idi. Danışırdılar. Abbas Mirzə elə bir sənətkardır ki, onun haqqında danışmaq üçün saatlar yox, günlər lazımdır. Əvvəlcə onu deyim ki, məktəbdə, institutda, texnikumda oxumaq bu sənətkarı yetirmir. Sənətkar fitri olmalıdır, istedad olmalıdır. Məktəb isə buna istiqamət verir. Bax, bu fitri istedadın da nadir istedadlar olur. Bu, o nadirlərin nadiri idi. Abbas Mirzənin o qədər savadı yoxdur. Təxminən o Rus-Tatar məktəbini bitirmişdi. Buna baxmayaraq, o həm aktyorudur, həm rejissorudur. Onun tamaşaları haqqında biraz sonra mən öz fikrimi deyəcəm. Ancaq bunu qeyd edim ki, qabaqcadan onun Azərbaycan teatrına olan xidməti yalnız o eləyə bilibdir. Ondan sonra gələnlər bəlkə də onu qismən inkişaf elətdirib. Haqverdiyevin belə bir sözü var. Abbas Mirzəni xatırlayarkən deyir ki, Hacı Qara əsərində Kərəməlidən Hamletə qədər. Böyük inkişaf oldu. Bəli. Abbas Mirzə elə bir hadisə, elə bir vaqiədir ki, sonralar onu Avropa miqyasında böyük aktyor, Şərq aləmində teatrın ən güclü qəhrəmanı deyə qiymətləndirirdilər. Abbas Mirzə səhnəmizin birinci aktyoru, qəhrəmanı, altun tacı oldu və biz bu aktyorun yaradıcılığına, intihasız uğurlarına, fasiləsiz yaradıcılıq zirvələrinə nəzər salanda belə güman eləyirik ki, Abbas Mirzə özü də tarixin onun üzərinə qoyduğu bu şərəfli vəzifəni, missiyanı hiss eləyirmiş və məhz buna görə də o səhnəmizin məhvəri, sütunu, məktəbi oldu. Abbas Mirzə haqqında danışanda biz bugün Abbas Mirzə, Övürəcək, Məziyə Davudova, bunlar bizim üçün bu saat bir mif sənətkardılar. Bəs sizin nəsil necə, onları necə görürdü? Yəni həmin dövr nisbətən siz daha yaxın nəsil idi. Siz də mi həmin dövrdə onlara bir mif kimi baxırdınız?
əlbəttə. Onlar elə bilginən ki, bir mələk kimi gəldilər və mələk kimi də yox oldular. Abbas Mirzəni mən çox yaxşı yadımda saxlayıram, ona görə ki, o mənə bircə gün dərs dedi. Bir də kino şöbəsinə mən imtahan verəndə o məndən imtahan qəbul elədi. Orada Abbas Mirzə Şərifzadə, sonra Səməd Mardanov, kino rejissor, sonra Rza Təhmasid, Adil İskəndərov. Bunlar hamısı oturmuşdular. Abbas Mirzə mənə yaxınlaşdı, gördü ki, mən utanıram. Qıpqırmızı qızarmışam, tər basıb məni. Deyir ki, qızım utanma günən, sən bizə bir şeir söylə. Dedim, mən nə şeir, axı biz məktəbdə, məsələn, Çapayev haqqında keçmişik şeir. İstəyirsiniz ondan bir bənd deyim sizə. Çakıldaşdı çaylarım, Çapayev çapa çapa. Çox yaxşı, çox gözəl. Bax, onu belə demək lazımdır. Abbas Mirzə başladı o Çapayev haqqında şeiri oxumağa. Özünün gürültülü, aydın, gözəl diksiyası. Gözəl, aydın tələffüzü. O səsi hindiyə kimi qulağımda mənim cingildiyir. Abbas Mirzə öz ehtirası, gücü, təsiri və doğruçu oyunu ilə tamaşaçılarını, təkcə tamaşaçılarını mı? Mən deyərdim, ona baxan, ona qulaq asan hər kəsi həyəcana gətirir, öz ardınca aparırdı. Ona inanmamaq, ona tərəf getməmək, onu sevməmək deyirlər, mümkün deyilmiş. Yaxşı aktyor, yaxşı insan olmalıdır deyən Şərifzadə özü həmişə buna canlı nümunə olmağa çalışıb. Otellonu, Hamleti, Macbeti və yaxud Karol Lear'i filanı oynamaq üçün buna da kollektiv lazımdır, aktyor sastavı lazımdır. O, bu kollektivi də yetirə bilib, o səviyyə qaldıra bilib. Ardıcıllarını yaratmağı bacarmışdı. Bax, haman ondan sonra gələnlərin əksəriyyəti Abbas Mirzə yaradıcılığı şkolasını keçmiş. Və ümumiyyətlə mənim üçün çox maraqlıdır ki, nəinki yəni Abbas Mirzə öz dövründə bu özündən sonra yetirmələrini yetirdi. Yəni ondan sonra bəlkə də Azərbaycan teatrına gələn aktyorların 99%-i Abbas Mirzə kimi, Ərəblinski kimi, Mərziyə Davudova kimi, Rəcəb kimi aktyorların ardınca gəlirdilər. Yəni onların məbədinə gəlirdilər. Bax, bu günün özündə, bax bizim bu teatrda Məhliqə xanım var, Sofa xanım var, mən varam, vardı Mirvari xanım vardı və başqaları. Biz o nəslin demək olar ki, nəvələri, nəticələriyik. Azdramanın 100 illik yubileyində Tiflisdə olduq, orada bir neçə tamaşa oynadıq. Şivernadze də orada iştirak elədi son tamaşamızda. Onların məşhur aktrisası Ança Paridze, qoca xanımıdır, o çıxış elədi, Abbas Mirzəni xatırladı. Məsələn, o xanım xatirasından bu yadımda qalıb ki, dedi ki, biz Abbas haqqında çox şey eşitmişdik. Bir günləri eşitdik ki, o Tiflisə gəlir. Mən deyir, Xoravya zəng elədim, Xoravada Vasadzeyə zəng elədi. Bu minvalla Gürcüstanın dram teatrının o necə deyir, qaymaqları yığıb, axşam gəldik, oturduq, baxdıq. Otello oynadı. Vasadze deyir, mənim qulağıma pıçıldadı ki, onun boğazında nə isə var, bu insan səsi deyil. Hətta. Biz gülüşdük, çünki Vasadze də biraz şuluqdur, deyir, zarafatçılıdır falan. Tamaşadan sonra deyir, bundan şəxsən görüşdük, söhbət elədik. Hələ də deyir, onun səsi mənim qulağımda cingildiyir. Ölmək, uyumaq, bu kadar. Elbin bu keder birazcık binlerce yaranmışın nesibi Leyla'sı olan hazır ecazı bir uykuda mahvedip bitirmek İstenmez olur mu böyle bir şey Ölmek, uyumak Cingiltili səsə, gür nitqə, qızğın temperamentə, son dərəcə ifadəli plastikaya malik Abbas Mirzə sənəti indi bizə məlum olur ki, həqiqətən də yaradıcılıq məhsulu imiş. Bu yaradıcılıqda istedad, bilik, müşahidə, ağıl, hiss, gözəlliyə və sevgiyə daim ehtiyac üzvü surətdə qovuşurmuş. Onun sənətkarlığı ilə şəxsiyyət arasında ilk baxışda müxtəliflik görünür, ancaq
o qədər səmimi adamıdır. Elə gözəl xasiyyəti vardı. Bir dənə də sözü vardı. Balaca bir səhv edən kimi deyirdi, it aparsın səni. Özü o gözəl münasibəti ilə, yaxşı, mülayim o xasiyyəti ilə ürəklərə yol tapmağı bacarırdı. Abbas Mirzə ilə Gəncədə nə qədər tamaşası olub hamısını. Sonra o mənə dedi ki, çətindir mənə burada dolanmaq, biz gedirik, mən səni gətirəcəm Bakıya. Ədilə də dedi ki, belə eləyək ki, bu qız gəlsin bizim teatra. Mən çox istəyirəm onunla işləməyə. 1922-1923-cü illərdə teatra mayak aktyorların işığının məhəbbətinə gələn yeni aktyor nəsli arasında Mərziyə xanım Davudova da var idi. Onun ilk rolları, yaradıcılıq axtarışları əslində teatrın mövsüm daxilində ona tapşırılan rolları oynamaq idi. Sözsüz ki, bu Mərziyə sənətinin müqabilində heç nə idi. Nəhayət, Abbas Mirzə Şərifzadə Şeyx Sənən tamaşasını, hazırladığı Şeyx Sənən tamaşasındakı xumar rolu ilə Mərziyə Davudovaya müraciət elədi. Bu Mərziyə Davudova yaradıcılığında birinci ilk önəmli hadisə idi. Yəni birinci belə ciddi bir rol idi. Mərziyə xanıma tapşırılan çox ciddi rol idi. Mərziyə xanım öz xatirələrində yazır. Bəli, mən bütün gecəni yatmadan xumar rolunu əzbərlədim və səhəri günü Hüseyn Cavidin və Abbas Mirzə Şərifzadənin iştirakı ilə səhnəyə məşqə çıxdım. Məhz bu fakt Mərziyə xanımın taleyində çox böyük rol oynadı. Yəni ancaq bundan sonra Mərziyə xanımın taleyi səhnədə bax bu cür həll olundu. Abbas Mirzə Şərifzadə kimi büt sənətkar, möhtəşəm aktyor öz misilsiz və əvəzsiz tərəf müqabilində tapdı. Mərziyə Davudova istedadı cazibəsi bu möhtəşəm aktyoru öz sehirli dairəsinə salmışdı. Dairə get-gedə genişlənirdi və bu artıq o zamanlar idi ki, parlayan Mərziyə xanım Mərziyə Davudova kölgədə qalmış əri Mikayıl Davudovdan ayrıldı. Və Mikayıl Davudov bu həyat yollarının ayrılmasından bu sənət ocağını tərk elədi və beləliklə dairə get-gedə genişlənirdi. Abbas Mirzə Şərifzadə misilsiz, istedadlı bir tərəf müqabilində tapmışdı. Yəni bu ulduz ikinci bir ulduzla səhnədə parlayırdı. Mərziyə Davudova çoxları üçün əlçatmaz görünən, onunla danışmaq, ona yetmək, onunla səhnədə yanaşı görünmək saadətinin əlçatmaz olduğu halda ona biganə olmayan tərəf müqabilində tapmışdı və ən əsası isə Mərziyə xanım üçün Abbas Mirzə birinci aktyor idi və Mərziyə xanımın taleyində birinci aktyorlar həmişə misilsiz və əvəz olunmaz olub. Mərziyə xanım öz sehirli dairəsi ilə Abbas Mirzəni, Abbas Mirzə öz sehirli aurası ilə Mərziyə xanımı özünə doğru çəkirdi. Bəli, bu birləşmədən, yəni həyat və taley onları əvvəlcə səhnədə bax belə, sonra həyatda bu cür birləşdirdi və bu birləşmədən triumfal tamaşalar yaranırdı. Bu birləşmədən misilsiz, ağlasığmaz müvəffəqiyyətli tamaşalar, sənət hadisələri, rollar yaranırdı. Həyatca davam edirdi həmişəki kimi. Abbas Mirzə ilə Mərziyə Davudova bunlar ikisi səhnədə tərəf müqabili olan tamaşalar triumfal tamaşalar olurdu. Böyük müvəffəqiyyətlərə səbəb olurdu və mənə hərdən elə gəlir ki, Mərziyə Davudovanın Abbas Mirzə ilə, şəxsən Abbas Mirzə, yəni ki, ola bilər ki, başqa bir aktyorla birləşəydilər, yəni bu cür səhnədə birləşib, yəni tərəf müqabili ilə yaradardı. Bəlkə bu səviyyədə ola bilməzdi. Bu iki ulduzun birləşməyindən doğan bir böyük bir teatr doğdu. Yəni Ərəblinskidən sonra yeni bir teatr doğdu. Yəni Mərziyə Davudovanın Abbas Mirzəyə olan meyli nə idi bu meyl? Bir aktyor meyli idi, yoxsa bir insana olan meyli idi? O illəri mən teatrda olmamışam. Mən bunlara rast gələndə artıq onlar ayrılmışdılar. Ayrıldılar, birləşdilər, yəni bunları sənət birləşdirib, sənət ayrı. Bunlar səhnədə və sənətdə həmişə bir yerdə olublar. Həmişə bir yerdə olublar. Münasibətlərindən asılı olmayaraq. Heç. Hərdən mənə elə Çox gəlir ki, gözəl də münasibətlər olub. baxmayaraq. Olduqca yaxşı münasibətlər olub. Bir gün də onun tamaşasını göstərirdilər bizə. Çünki Abbas Mirzə, o tamaşa, Toğanovun tamaşası, Mərziyə xanımın, Ələsgər hamısının, ələlxüsus Mərziyə xanımla Abbas Mirzənin iştirakı ilə o heç Sovet İttifaqında demərəm. Dünya masштабında o iki adam necə bizə Moskvada dedilər ki, Ələsgər dünyada bir nömrəli otel oldu. Eləcə də Abbas Mirzə elə Maqbetidir. Dəf ol məlun ləkə, dəf ol deyirəm. Bir, iki, iş vaxtıdır.
Utan, əskər də qorxarmı? Bilirlərmi, bilmirlərmi? Kimin nə işi var? Kim bizi cevap verməyə məcbur edə bilər? Bu qocanın vücudunda bu kadar kan olduğunu kim düşünə bilər? Maqduf'un bir arvadı var idi. O indi haradadır? Abbas Mirzi ilə Mərziyə Davudovanın münasibətlərində böyük bir məhəbbət var idi. Hər halda Mikayıl Davudov öz xoşundan Bu geri çəkir. məhəbbət neçə dəfə olar? Məhəbbət misal üçün müəllimə olduğu zaman ilk dəfə Mikayıl Davudov kimi bir adam özü də o gərək ki dənizdə, gəmidə nə vəzifəsində işləyib, eyni zamanda teatrla da əlaqədarıdır. Sonra da həyatını teatrla bağladı, dəstək düzəltdi. Xəzərin o tərəfindən getdi, bu xanımı tapdı, gətirdi, yüksəltdi. Axır zaman bu yetişib görkəmli bir aktrisa vəziyyətinə gəlib çatanda Mikayıl artıq bununla bərabər gedə bilmədi, geri qaldı. Bu xanım da ansamblda Abbası seçdi. Ansamblda birinci Abbası seçdi, bəli. Bunlar sevişdilər, bu olar. Ayrıldılar. Mikayıl kişi buna dözmədi. Mikayıl kişi elə o günün ertəsi köçüb gəldi Gəncə teatrına. Bu günə qədər də, son ilə qədər də orada yaşadı, orada da həyatını dəyişdirdi. Çox keçmədi, artıq Ülvi də gəldi, parladı. Bir haşiyə çıxın. Bakıda Vağram Papazyan, Ülvi Rəcəb, Abbas Mirzə bu üçlük Otello oynadılar. Mən çox təəssüf ki, o zaman görə bilmədim, burada olmamışdım. Sonra eşitdim ki, jürilər nə qiymət verib? Ülvinin Otellosuna yüksək qiymət verib. Bu o deməkdir ki, artıq Ülvi də bayaqları Abbası izləyirdisə, artıq indi onunla yanaşı gedirəm. Bu xanım Ülviyə meyil saldı. Bu səhv eləmirəmsə Abbas Mirzə Şərifzadə artıq Mərziyə xanımdan ayrılandan sonra olmuşdu, yox? Bəli. Ülvi də baxımlı, ucaboy, sarışin, gözəl bir şəxsiyyət. İstedadlı. Çox istedadlı. Siz baxmayaq ki, o nəsil idiniz ki, həmin o bütlərlə, həmin o miflərlə, ulduzlarla yanaşı dayanırdınız. O mənada ki, bir səhnədə, bir məqamda, heç olmasa yanaşı durub partnyor kimi ya, necə hər halda üzə baxa bilirdiniz. Amma yenə də Nə danışırsınız? Biz onları görəndə, məsələn, mən özümdən deyim. Mən onları görəndə, mən onlara bir ilahi, nə bilim, əstəğfurullah deyimmi, bir Allah kimi baxırdım onlara. Çünki onlar elə fitri talant idilər ki, elə gözəl talant idilər ki, mən onlardan çox şey öyrəndim. Onlarla bir yerdə dayanmaq mənim üçün fəxr idi. Mən fəxr eləyirdim ki, bu tər sənətkarlarla bir səhnədə çıxış eləmək hələ böyükdür bu. Amma mən onlarla bir yerdə dayanmağı özümə belə nətər deyim sizə, fəxirdən də fəxir şərəf sayırdım. idi, şərəf idi. Şərəf idi, fəxr idi ki, mən bu sənətkarlarla bir yerdə, bir səhnədə ayaq atıram. Nadir Şahda Gülcihan, Pəricaduda Hafizə, Oqtayloğlu'nda Firəngiz, Aydında Gültəkin, Maqbetdə Ledi Maqbet, İblisdə Xavər və s. Bütün bu uğurlar, bu zirvələr Abbas Mirzə ilə Mərziyə sevgisinin nəticəsi idi. Məhz bu sevgidən şöhrətlər, pərəstişlər, sənətdə hadisə, tamaşalar yaranırdı və hələ yaranacaqdı da. O nəsil ki, büt sənətkarlar idi, mif sənətkarlar idi. Onlar özlərindən sonra böyük bir məktəb qoyub getdilər, böyük bir teatr qoydular. Yanından sonraki nəsil siz sayılırsınız, siz nəsilə verdilər. Yəni onların bu saatki nəsillə götürsək, yəni ötürsələr ki, bu nəsildən nəsilə keçən bir sənət və indi bugün biz müqayisə eləsək ki, bugünkü nəsil və o nəsil, o nəsildən bu nəsilə nə qaldı? Kirpikləri ilə od götürə-götürə qurduqları sənəti biz necə dağıtdıq.
Elə bir tufan gəldi, sel gəldi. Həvəslə öldü. Yesterday, all my troubles seem so far away. Now it looks as though they're here to stay. Oh, I believe in yesterday. Suddenly, I'm not half the man I used to be. There's a shadow hanging over me. Oh, yesterday came suddenly. Bəli, iki böyük sənətkar, iki büt aktyor, iki ulduz, iki sənət fədaisi, coşqun fədailər birləşərək sənət əsəri yaradırdılar. Yəni Azərbaycan teatrında silinməz tamaşalar yaradırdılar və bu sənət hadisələri bir-birinə davam edirdi. 1925-ci il idi, rejissor Tuğanov Tiflisdən Bakıya dəvət olunmuşdu və Tuğanov Ülvi Rəcəbi də Tiflisdən Akademik Teatra dəvət elədi və Ülvi Rəcəbin teatra gəlişindən sonradan bizə müəmmalı üçbucaq kimi görünən bu üçlüyün, bu münasibətlərin üçüncü nöqtəsi Ülvi Rəcəbin taleyini də həll elədi. Və Ülvi Rəcəb teatra ilk gəlişindən artıq bir-birinin ardınca böyük iri addımlarla irəliləməyə başladı, bir-birinin ardınca böyük tamaşalar, böyük rollar oynamağa başladı və o Ülvi Rəcəb Abbas Mirzə Şərifzadə kimi bir aktyorla yanaşı bir səhnədə çıxış eləməyə başladı. Ülvi Rəcəbin gəlişindən bir çox könüllər ihtizaza gəldi. Yəni təkcə tamaşaçılar bu ucaboy, istedadlı, yaraşıqlı gəncə vurulmamışdı. Həmçinin onunla tərəf müqabili olan bütün aktrisalar, demək olar ki, bütün aktrisalar səhəri diri gözlə açıb onunla məşqə tələsirdi. Bəli, Ülvi Rəcəb şəxsiyyəti və sənəti hər an hadisəyə çevriləcək bir həyat və sənət yolu keçirdi. Ülvi Rəcəbi gələcəkdə çox böyük sürprizlər gözləyirdi, çox müəmmalı sürprizlər gözləyirdi və Ülvi Rəcəb də böyük məmnuniyyətlə bu sürprizlərə doğru gedirdi. Gələcəkdə hələ çox şey baş verəcəkdi. Siz bunu necə fərqləndirirsiniz? Mərziyyə xanım Abbas Mirzə ilə tərəf müqabili olanda necə idi? Ülvi Rəcəblə olanda necə idi? Yəni Maqbetdə necə idi? Ledi Maqbet oynayırdı Mərziyyə xanım və yaxud da Siyavuşda Südabəni oynayırdı. Necə, yəni öz tərəf müqabililə münasibətində necə idi? Səhnədə hər şey yaddan çıxır. Əl-alqısız Mərziyyə xanım kimi ilahi bir adam. O yer adamı deyildi ki, o mələk idi, göylərdən gələn mələk idi. O dərəcədə balacalanmazdı axı ki, bu məni atıb gedib, mənə münasibətimi səhnədə göstərir. Səhnədə tamam yadından çıxardırdı, hər şey yadından çıxardırdı. Yadından çıxardırsa deməli tezdən sevə bilirdi həmin adamı. Elə olurdumu ki, bax biz dediyimiz hələ ki, bu üç sənətkardan danışırıq, Abbas Mirzə, Ülvi Rəcəb, Mərziyyə Davudova, bunların öz aralarında hansı bir münasibət daha ön plana çıxırdı? Yəni belə bir mümkün var idimi ki, onlar sənətdən üstün tutduqları şəxsi məqamlar olurdu. Kimsə kimi üstələmək istəsin və yaxud da bir-birinin arasında olan şəxsi intriqanı səhnəyə çıxartsın, əvvəl çıxsın. Yox, elə şey yox idi. Amma var idi ki, mən məsələn Mərziyyə xanım deyərdi ki, mən elə oynamalıyam ki, Abbas Mirzəyə çatmalıyam. Elə oynamalıyam ki, Ülvi məndən razı qalsın. Bu sənətkarlar ancaq nətər deyim, bunlarda heç vaxt nə paxıllıq, nə bir-birinə məsələn pis rəftar heç vaxt olmayıb. Yəni əgər səhnə arxasında olsaydı bunlar səhnəyə çıxmırdı. Yox. Səhnə arxasında da heç bəli, xeyirlə, buyurun, xanım, bundan artıq söhbət olmazdı. 1925-ci və 1926-cı il mövsümündə, teatr mövsümündə rejissor Tuğanov bir-birinin ardınca Şekspirin iki böyük əsərinə quruluş verdi. Hamlet və Otello tamaşalarında. Və həm teatr tarixində, həm də aktyorların bizim bugün həyat və sənət yoluna bələd olmaq istədiyimiz üç böyük sənətkarın taleyində hadisəyə çevrilən bu tamaşalar həm də ona görə əvəz olunmaz idi ki, bu tamaşalarda üç böyük sənətkar qovuşurdular və qovuşma məqamına görə bu tamaşalar əvəz olunmaz idi. Və Ülvi Rəcəb yoxsa Abbas Mirzə seçimi qarşısında təkcə tamaşaçılar qalmamışdı. Həmçinin onların hər ikisinə tərəf müqabili olan Mərziyyə xanım üçün də bu tamaşalar mühüm sınaq idi. Və sonradan tənqidin
verdiyi qiymətə görə, yəni Abbas Mirzə Hamlet rolunda, Otello rolunda isə Ülvi Rəcəb daha yüksək qiymətləndirilməyinə görə biz bu qənaətə gəlir ki, Mərziyə xanım Otello rolunda, yəni tərəf müqabili kimi Ülvi Rəcəbi daha çox sevirdi. Çünki bu o vaxtlar idi ki, Ülvi Rəcəb gizlin Mərziyə xanımı sevirdi və yenicə alovlanan məhəbbəti ilə Otellonu daha əvəz olunmaz eləmişdi, daha əvəzsiz eləmişdi. Və mən bu rol bölgüsünü bir də sizə xatırlatmaq istəyirəm. Hamlet rolunda Abbas Mirzə və Ülvi Rəcəb, Gertruda rolunda Mərziyə Davudova, Otello rolunda Ülvi Rəcəb və Abbas Mirzə, Desdemona rolunda Mərziyə Davudova. Seçim aydın idi. Ülvünün bacısı Nevrasdan xatırlayır ki, Hamlet tamaşasından sonra Gürcüstanın görkəmli artistləri, tənqidçiləri Ülvünün qrim otağına girib onun əlini sıxdılar. Müvəffəqiyyətinə görə onu təbrik elədilər, bağırlarını basdılar. Rustaveli teatrının bədii rəhbəri Sandro Axmeteli onu qucaqlayıb öpdü, gördüklərinin onu heyran qoyduğunu söylədi. Axmeteli Ülviyə Rustaveli teatrına keçməyi təklif elədi, ancaq Ülvü təşəkkür edib dedi ki, bu teatrdan kənarda yaşamağı ağlına belə gətirmiş. Mono döyüşlər var idimi? Yəni ola bilərdimi ki, öz şəxsi münasibətinə görə tutaq ki, ona bir üzr istəyirəm bu sözə görə badalaq vursun. Yox. Şəxsi intriqalar, yəni bunlar Yox. İnandırıram sizi. Deyirəm sizə. O teatr dağılandan sonra, bu repressiyadan sonra o gələn nəsil teatrı necə indi bir tufan qopulu teatrdır. Həmən tufan onda qopmuşdu. Onlara qədər elə şey dünyasında olmuyor. Heç vaxt olmuyor. Heç bir ədavət, heç bir intriqa, heç bir rol davası, bunlar heç biri yox. Yox, heç bir. Tamam, ikisi də ayrı, çox böyük sənətkarlardır. Ülvi də, Abbas da. Abbas bir gecə Romeo oynadı. Çox istəyirdi Romeo oynamağa. Bir gün oynadı Günüz tamaşasında. Sonra çıxanda dedi, Ülviyə zəng eləsinlər, gəlsin, istaparsın səni. Oynaya bilmədim. O qədər məşqələmişdi, hazırlaşmışdı. Yox, bu mənim rolum deyil. Məsəl üçün Dağıstanlı ilə Ülvi Rəcəb. Niznamovu. Məşq edirdi, 10 dəfə Ülvi məşq edəndə 5 dəfə Dağıstanlı. Yavaş-yavaş Ülvi hiss elədi ki, o güclüdür. Rejissora da deyib, İsmailin özünə də deyib, İsmail mənim köməyim dəyə bilərsən sən. Amma sənin qabağında mən Niznamovu deyiləm. Böyüklük var idi. Nə vaxtsa onların şəxsi münasibətləri, nə vaxtsa onların şəxsi ayrılmaları, boşanmaları, ailə münasibətlərinin siz o bir sizin yəni ki, siz onların davamçılarıydınız. Onlara baxanda onlar haqqında fikriniz dəyişirdimi? Nəyisə bu və ya digər variantda qəbul edirdinizmi? Yoxsa bir mənalı idi? Yox. Çünki heç biz ayrı variantda qəbul eləməyi biz heç fikirləşmirdik. Çünki onlar özlərini elə aparırdılar ki, elə bilginən ki, həyatda belə də olmalıdır. Və illat da ki, bunu sənətlərinlə sübut edəndə və illat da ki, triumfal tamaşalar. Səhnədə çıxanda, rol oynayanda, bir-birlərinə qarşı roldəki münasibətləri çox gözəl, çox yaxşı. Heç bunu kənardan biz dayanıb baxanda da həsrətlə baxırdıq bunlara. Onu yaxşı oynayırdı, bu Hamlet yaxşı oynayırdı, bu onların işinə mane olmurdu qəsbi surətdə. Mərziyə xanım neyniyirdi bu anda? Mərziyə xanım hər ikisindən tərəf müqabil idi. Hamletdə Gertrudanı oynayırdı, Otelloda Desdemonanı. Hər ikisindən oynayırdı. Onda necə alınırdı? Lap yaxşı. İkisini də sevə bilirdimi? İkisini də tutaq ki, eyni məhəbbətini bölə bilirdimi ikisini də? Eyni məhəbbəti görmək olurdu səhnədə ikisində də. Hamlet və Otello rolları hər iki dahi aktyor üçün istər Abbas Mirzə, istərsə də Ülvi Rəcəb üçün bir mənalı olmayıb. Həmişə Şekspir sınağından keçəndən sonra bərkiyən aktyor sənəti o vaxtda da bu aktyorlar üçün mühüm mərhələ idi. Tənqidçilərin fikrincə bu dahi aktyorların hərəsi bir rolda daha gözəl idi. Mərziyə xanım isə hər iki əsərdə. Görünür, Mərziyə xanım öz məhəbbətini hər ikisinə bölə bilirmiş. Həm qısqanc, coşqun Otelloya, həm də intiqam istili alışıb yanan filosof Hamletə. Mənim üçün ən maraqlı məqam kim-kimi məqamıdır. Bu məqamda mən dayanmaq istəyirəm. Hesab həmişə bərabər olub. Abbas Mirzə, Ülvi Rəcəb eyni səviyyədə, eyni qüvvədə, eyni gücdə səhnədə eyni cür parlaya bilirdilər. Ancaq
ən maraqlı və tədbirə layiq olası da budur ki, bu məqamdır ki, hesab hərdən bu və ya digər tərəfə çoxalanda bu iki aktyor arasında şəxsi münasibətlərinə baxmayaraq iki aktyor arasında qarşı durmaya, nifrətə, egoizmə səbəb olmayıb və nəhayət teatr daxilindəki intriqaya səbəb olmayıb. Sənət qəribədir ki, o zaman şəxsiyyətdən və şəxsi maraqlardan çox-çox üstün imiş və deməli doğrudan da səhnə həyatdan bir pillə yuxarıymış. Ülvidən soruşurlar ki, Abbas Mirzə necə sənətkardır? Dedi ki, böyük sənətkardır. Amma Abbas Mirzə qaçırdı cavab verməkdən, belə, deyirsiniz ki, belə, bunu anam danışır, mən bilmirəm. Anam deyib, belə olub. Sənin atan həmişə deyir ki, böyük sənətkardır. Abbas Mirzə böyük sənətkardır. Amma o cavabdan qaçırdı. Abbas Mirzə cavab. Abbas Mirzə. Onu da mən indi bir saat başa düşürəm. Necə də Ruslar deyir, takt olmalıdır onda. Siz niyə belə cavab belə sual verirsiniz ki, adam cavab verir. Bəlkə ürəyi istəmir bu adamla. Nə dostluq eləsin. Tüm böyle yani соперники были. Teatrda bunlar necə münasibət bəsləyirdilərsə biri-birlərinə, Abbasla elə Ülvinin özü və yaxud Mərziyə ilə Abbas və yaxud Ülvi, bu üçlüklər biri-birlərini də əvəz eləyirdilər. Məsələ, Otello Ülvi də oynayırdı, Abbas da oynayırdı. Bu oyunundan da oynayırdı. Və heyrətləndirici məqam da elə buydu. Heyrətləndirici məqam da buydu ki, bunların arasında baş vermiş bütün hadisələrə baxmayaraq bunlar eyni səhnədə... Çünki bunlar həqiqi mənada sənətkardırlar. Əgər o xırdaçılıq hissiləri ilə bunlar yaşasaydılar, onlar o vəziyyətə qalxa bilməzdilər. Bunlar bəzi, necə deyim, bizim kimi cılız aktyorlar olmayıb, sənətkarlar olmayıb. Biz kiçicik bir şeydən intiqam almağa çalışırıq. Özdə səhnədə. Səhnədə kiçicik bir şeyi şişirdib fil şəklinə salırıq. Ancaq çox təəssüf ki, bu 20-ci əsrin son illərində onlardan sonra biz gələn nəsillər, bugünkü nəsil onlarla müqayisə eləmək dərəcəsinə mən necə deyir, söz tapmıram deyəm. 1928-ci il fevralın 16-sında teatr uzun hazırlıqdan sonra Cəfər Cabbarlının Od gəlini piyesini tamaşaya qoydu. Deyilənə görə hələ teatrda heç bir tamaşa bu qədər ruh yüksəkliyi ilə hazırlanmamışdı. Aktyorlar bir-birindən güc alaraq böyük həvəslə işləyirdilər. İllatdakı yenə 3 ulduz bir tamaşada birləşmişdi. Bu tamaşada Ülvi Rəcəb həmişəki kimi dahi saydığı Abbas Mirzə ilə sözün əsl mənasında sənət yarışına girmişdi. Solmaz Mərziyə xanımsa həmişəki kimi qüvvətli, yəni qalib tərəfində idi. Bəs qalib kim idi? Kim kimə üstün gəlirdi? Başqa-başqa adamlardılar da bir-birini təkrar eləmirdilər. İkisi də böyük idi, başqa-başqa adamlar. Özünüz dediniz ki, Od gəlinində də. Cəmaət çaşbaş qalırdı ki, kimin dalınca getsin. O da elə ondan qorxurdu Cəfər Cabbarlı. Abbas Mirzə desə ki, yoxdur Allah, mənəm Allah. Zal üsyan edir. Onu o qədər inandırdı ki, cəmaət donub qaldı. Özü də həmişə özü deyirdi, deyirəm sonra deyirəm, əstəğfurullah. Allahdan qorxur. Həmişə deyirdim, mənəm Allah, əstəğfurullah. Sonra Cəfər Cabbarlı deyirlər, ora bir sözdə saldı ki, Allah mənim özümdədir. Yalnız ben son nefesinde insan hayatı zehirleyen, insan bileği zorlayan, yapma kanunlara, tarikatlere, dinlere, müstelif fikirli uydurma Allah'lara, 124 bin Allah kafirinin 124 bin vicdan baygısının yarattığı, yaramaz yapma eski kullar dünyasına karşı yüz yüze durup, yüzeden değilim, yoktur Allah, yoktur Allah, benim Allah, benim yeryüzündeki hayat, saadetin yaratıcısı,
benim göylerin derinliğinde, varlığın güzelliğinde gülümseyen mevcudatı tebessüm ettiren Allah benim özümdedir, benim Allah. Bəli, illər bir-birini əvəz eləyirdi. Sənət də, sənətkarlar da get-gedə təkmilləşirdi. Bir-birini əvəz eləyən sənət hadisələri yaranırdı. Şəxsi münasibətlər, qarşısı alınmaz, ehtiraslı, böyük ehtirasa malik şəxsi münasibətlər də soyuyurdu, adi axarına düşürdü, sənət mübahisələri də öz axarına düşürdü. İllər bir-birini əvəz eləyirdi, sənət hadisələri bir-birinin ardınca yaranırdı və nəhayət 1937-ci il gəlib yetişdi. 1937-ci illərin adi məşq günlərinin birində elan olundu ki, sabah məşq yox, iclas olacaq. Qırmızı stol qoyulmuşdu, gördük o tərəfdən rejissor otağından, o bir fayədən gəldilər. Ortada Abbas Mirzə Şərifzadə, dümağ, çatan kimi rəngi, əlində də bir kağız. Gəldi, dayandı, dedi ki, yoldaşlar, Sovet İttifaqının hər yerində xalq cəbhəsi elə ondaydı. Xalq düşmənləri ilə mübarizə gedir. Ola bilməz ki, bizim içimizdə də xalq düşməni olmasın. Bizim vətəndaşlıq borcumuz odur ki, Düşmən axtarışı o düşmənləri gərək ifşa eləyək. İclasın da adı oldu ifşa iclası. İfşa eləyək. Bir aktyor səsini çıxartmadı. Dedi, belə zəncirdən buraxılmış kimi tez oturdu yazıq bədbəxt aşağı. Heç kəs danışmadı. İki dənə komsomol durdu, Şərqiyyə idi birinin adı, bir də Kəmalov. Bunlar durdu, nə durdu, sən nə bilim, türk mahnıları oxuyursan, ülvünü tapdılar, birinci nömrə ülvü. Türk şeirləri oxuyursan, türk mahnıları oxuyursan, türk kitabları verirsən bizə. O kitabın birinin adını deyin, o plastinkanın birinin adını deyin, o hansı valıdır. O qalmışdı ki, axmaq şeyləri yadımızda saxlayaq. Bu durdu, çıxdı. Ülvü durdu, çıxdı. Ülvü çıxanda dedim, gedəkdən dalınca sona. İndi gedək. Biz sonu ilə yavaşca durduq, qaçdıq, gördük bulvarın kənarına çatır. Yüyürdü, Ağalı da bizlə getdi, Qrimyor. Getdik, yapışdıq yaxasından, döndü, dedi, qızlar, mən o dərəcədə zəif adam deyiləm ki, özümü atım. Yox, mən o adamların üzünə baxmaq istəmədim. O xalq düşmanı ola bilməz, heç vaxt. Səhv ediblər, səhv olub, səhvlə belə olur. Səhvən Ülvi Rəcəbin tutulmağı, səhvən Ülvi Rəcəbin həyatdan getməyi, səhvən Ülvi Rəcəbin yoxluğu Mərziyə xanımı hansı hala salırdı? Təsiri necə idi bunun Mərziyə xanıma və Mərziyə xanımın sonraki fəaliyyətinə? Mərziyə xanım özü gözləyirdi ki, gəlib bir gün aparacaqlar onu. Necə olacaq belə? Və səhərə artıq nə Abbas Mirzə, nə də Ülvi Rəcəb var idi. Tək Mərziyə xanım yox, teatr öz iki böyük sütununu itirmişdi. Maraqlıdır, çox maraqlıdır ki, bu itkinin təbii qəbul edən kollektiv bu iftiralara inanmırdı, ancaq yenə də düşmən axtarışında idi. Ancaq teatrın sütunları olan bu iki büt aktyorların düşmən, özü də xalq düşməni çıxması bu hamı üçün anlaşılmaz idi. Ancaq həyat davam edirdi. Bəlkə də daha çox şun, daha xoşbəxt. Teatrın mifləri, bitləri gedirdi və bunlar da eyni fədakarlıqla teatrda işləyirdilər. Bilirsiniz, insanın ən yaxın adamı gedəndə də özündə bir güc tapmalıdır. Bir çıxışı yoxdur. Bu adam yoxdur. Teatra qələm çəkməyəcəyik ki, Sidqisi, Mirzə Ağası, Ələsgəri, Əjdəri çıxmaq lazımdır o vəziyyətdən. Bunun da hamısının ən birinci səbəbkarı oldu Ədillə Səməd Vurğun. Səməd Vurğun teatrın belə qanunun arasına getdi. Bəli, zamanə çətin zamanı idi. İlk baxışda hər şey qaydasında idi. Böyük Oktyabr Sosialist İnqilabının 20 illiyinə təntənəli hazırlıq gedirdi. Alimlər yeni kəşflər üstündə baş sındırırdılar, yeni şəhərlər salınırdı, bol məhsul toplanılırdı, nəsillər bir-birini əvəz eləyərək, düşmən qurbanları üstündən sükutla keçərək, bəzən də təntənə ilə hər sahədə zirvələr yaratmağa məcbur idi və yaradırdılar da. Bax, belə bir zamanda Mərziyə xanım da sönmüş, artıq yoxa çıxmış ulduzların arxasınca baxa-baxa bir-birindən yüksək səviyyəli obrazlar yaratdı. İstəsə də, istəməsə də deputat seçildi, sosializm quruculuğunda öz istidadı ilə yaxından iştirak elədi. Teatrda bu illərdə bütün əsrdə məşhur Vaqif dramını, toy komediyasını, həyat kimi tamaşalarla teatrın zirvə nöqtələrinə hadisə tamaşalarını yaratdı.
Bir çoxları üçün amansız görünən həyat, bəziləri üçünsə xoşbəxt, gələcəyə doğru gedən bəxtiyar günlər idi. Biz indi bu üç böyük sənət nəhənginin həyat və sənət yollarına səhti də olsa nəzər saldıq və ilk baxışda onların sənət yolları ilə həyat yolları arasında qırılmaz tellər olduğunu görürük. Çox zaman bizdə tam bəlli olmayan məhəbbət əvəzinə nifrət, nifrət əvəzinə anlama, sevgi əvəzinə mərhəmət, bu kimi hisslər tam aydın olmasa da ancaq bir şey tam aydın bəllidir ki, bütün bunlar həmişə ancaq və ancaq səhnəyə və sənətə xidmət edib. Səhnə və sənət bu sənətkarların naminə, onların çiynində daşınılıb, yaşayıb və hələ də zəif də olsa səhnə ancaq bunlara minnətdar olaraq sənət yaşayır. Deməli, burada udulan acılar, gedilən kompromislər, verilən qurbanlar bu sənətkarların ilk baxışda bayram və yüngül həyat tərzi daşıyan sənətkarların həyatının görünməyən tərəfi idi. Yəni, bu udulan acılar, bu ağrılar hamısı sənət və sənət naminə idi. Və bəlkə də bu sənətkarlar bütün bunları düşünmədən, yəni bu ailələr, bu boşanmalar, bu sevgilər, bu nifrətlər sonradan kimin nəyi necə başa düşülüb düşülməməyin nəzərə alınmadan yaşanılan bir həyat idi. Çünki bu səhnə naminə idi, sənət naminə idi. Və bəlkə də buna görə bizə tam aydın olmayan bu şəxsi münasibətlərin sənət naminə yaşanması bizi heyrətə salır. Ümumiyyətlə, sənət həmişə, səhnə həmişə adi həyatdan üstün dayanıb, adi istəklərdən, adi məhəbbətlərdən də üstün dayanıb. Buna görə səhnətdə səhnəyə, ailə həyatına özünü qurban verənlər həmişə sənət fədailəri adlandırılıblar. Səhnə fədailərinə, bütün səhnə fədailərinə eşq olsun.